Şanlı zəfərə gedən yol, böyük qəhrəmanlıq salnaməsinin başlanğıcı, düşməni lərzəyə salan tarix. Bəli, söhbət aprel döyüşlərindən gedir. Düz 10 il bundan qabaq 2016-cı il aprelin 1-dən 2-sindən keçən gecədən etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən 4 günlük şiddətli döyüşlər şücaətli Azərbaycan ordusunun qələbəsi ilə nəticələnib. Düşmən təxribatının qarşısının alınması üçün keçirilən əks həmlə ilə Lələtəpə və Talış kəndi ətrafındakı strateji yüksəkliklər, habelə Seysulan kəndi işğaldan azad edilib. Bu möhtəşəm qələbənin qazanılmasında neçə-neçə oğullarımız müqəddəs şəhidlik zirvəsinə yüksəlib, bir çoxları isə sağlamlıqlarını itirib. Düşmən ordusu və bütün dünya Azərbaycan əskərinin gücünü, ordumuzun nələrə qadir olduğunu gördü. Aprel döyüşləri haqqında nə bilirsiniz və sizcə bu xalq üçün nə ifadə edir? Xalq üçün birinci növbədə bizim igid oğullarımızın qəhrəmanlığını, oğullarımızın nə dərəcədə cəsur olduğunu ifadə edir. Ümumiyyətlə, Azərbaycan xalqı çox cəsur, çox mərd xalqdır. Buna şahid olaraq biz 2020-ci il bizim müharibə dönəmində oğullarımızın şəhid olduğunu, qazi olduğunu gördük və necə onlar şücaətlə, cəsarətlə, qorxmadan düşmən qarşısına çıxıblar və o mərdliyi göstəriblər. Torpağını, vətənini, xalqını necə sevdiyini göstəriblər və bu doğrudan da böyük cəsarətdir. Mən həmişə deyirəm ki, hər adamın, hər oğulun, hər kişinin işi deyil ki, düşmən qarşısına çıxsın, güllə qarşısına çıxsın və cəsarətlə, qorxmadan canını versin. Yəni, onu deyə bilərəm ki, Azərbaycan xalqı çox mərd xalqdır. Yaşasın Azərbaycan xalqı, yaşasın bizim igid oğullarımız. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, mərd oğullardır. Baş əyirəm hamısının qarşısında. Aprel döyüşləri haqqında nə deyə bilərsiniz və bu Azərbaycan xalqı üçün nə ifadə edir? Onu deyə bilərəm ki, aprel döyüşləri ilk öncə 2016-cı ildə başlamışdır. 4 günlük müharibədir. Düşünürəm ki, 44 günlük müharibənin zəmini oldu. Yəni, torpaqlarımızın alınması üçün ən böyük addımlardan biri idi ki, həm də aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyini ələ keçirmişdik. Və belə düşünürəm ki, yenə də 44 günlük müharibənin qələbəsi məhz elə aprel döyüşlərində keçirdi. Aprel döyüşlərində qazandığımız təcrübənin nəticəsi idi ki, döyüşün ilk günlərindən elə düşmənin keçilməz sandığı Ohanyan səddini Azərbaycan ordusu mövqelərini məhv edərək bu səddi yarıb keçdi. Və düşmən üzərində yaranmış xofu bir daha yeniləyərək düşməni psixoloji təsirlərə məruz qoydu və düşmən artıq Azərbaycan ordusunun dağıdıcı zərbələrinə tab gətirəcək qüvvədə deyildi. İşğaldan azad olmuş vətən torpaqlarında öz canlarını fəda verən şəhidlərin əziz xatirəsi bizim üçün əbədi olaraq qəlblərimizdə yaşayacaq. Aprel döyüşlərində xüsusilə qeyd etmək istəyirəm ki, xüsusi təyinatlı qüvvələrində həlledici rol oldu. Çünki xüsusi təyinatlı qüvvələr ənənəvi cəbhə döyüşü aparmadı. Daha çox hibrid və çevik döyüş əməliyyatlarına əsaslandılar. Həm düşmənin ön xətt mövqelərində, həm də düşmənin dərinliyində xüsusi döyüş əməliyyatları icra etdilər. Və bu da düşmənin ön xətt strukturunu məhv etdi, onların idarə etmə sistemini pozdu və əsas qüvvələrin fəaliyyətini davam etdirməsi üçün şərait yaratdı. Talış kənd istiqamətində yüksəkliklərin ələ keçirilməsi və bir neçə düşmən postunun düşməndən alınması bu təkcə ərazi parçasının geri qaytarılması deyil, taktiki üstünlüyün ələ keçirilməsidir. Çünki bütün ərazilər həmin yüksəkliklərdən vizual olaraq müşahidə olunur və döyüş əməliyyatların icrası
müşahidə və nəzarət altında idi. Bu da idarə etməni üstünlüyünü qazandırırdı. Aprel döyüşlərində düşmən xüsusi təyinatlı qüvvələrin və digər qoşun növlərinin belə bir üstün fəaliyyətini gözləmirdi. Çünki onlar illərdir öz mövqeylərini möhkəmləndirmişdilər və hər zamanki kimi qarşı tərəfi cəbhədən gözləyirdilər. Amma xüsusi tapşırıqların icrası, düşmən arxasındakı fəaliyyətlər onların bütün idarə etmə sistemini məhv etmişdi. Sizcə aprel döyüşləri Azərbaycan xalqı üçün nə ifadə edir? Aprel döyüşləri məncə Azərbaycan xalqı üçün ən yadda qalan döyüşlərdən biridir. Məncə illər keçsə də heç bir Azərbaycan xalqı bunu unutmaz. Millət olaraq hər il bu günləri yad edirik. Yəni Allah şəhidlərimizə sadəcə rəhmət eləsin. Aprel döyüşləri haqqında nə bilirsiniz və sizcə bu xalq üçün nə ifadə edir? Aprel döyüşləri haqqında mən 2016-nın aprelindən söhbət gedir. Mən də 2015-in aprelində əsgərlikdən gəlmişəm. Mənim hərbi hissə qeydiyyatına adını yazdığım, belə deyək də, yoldaşlar şəhid oldu. Yəni şəxsən tanıdığım insanlar şəhid olduğu üçün yaxşı bilirəm. Özüm də 2-ci Qarabağ müharibəsinin veteranıyam. Döyüş yerində insanların ab-havası necə idi? Ümumiyyətlə bu 4 günlük əməliyyat dünyaya Azərbaycan ordusunun gücü haqqında nə məlumatı, hansı mesajı verirdi? Ümumiyyətlə aprel döyüşləri Azərbaycan xalqının bir stres testi mən adlandırardım. Çünki 2016-cı il aprel döyüşlərinə qədər ümumiyyətlə cəmiyyətimizdə böyük əksəriyyətdə bir məğlub olmuş xalq sindromu var idi və aprel döyüşləri bizə bir şeyi anlatdı ki, xeyr, hələ heç nə bitməyib və Azərbaycan ordusu Azərbaycan torpaqlarını işğaldan azad etməyə qadirdir və bu döyüşlərdə biz məhz bunu gördük. İstər Talış istiqamətində, istərsə də Lələtəpə istiqamətində və həmin ərazilərdə yaşayan insanların, nəinki həmin ərazilərdə, hətta Bakı şəhərində belə yaşayan insanların bu döyüşlərə necə yanaşdığını və hansı əhval-ruhiyyədə olduğunu gördük və təbii ki, döyüşlərin nəticəsi olaraq ki, müəyyən ərazilər işğal altından azad olundu. Bu daha böyük stimul verdi xalqımıza və gələcək müharibəyə, yəni 2020-ci il 2-ci Qarabağ müharibəsinə yol açan bir təcrübə oldu bizim üçün aprel döyüşləri. 2016-2014-cü illər arasında baş verən proseslər, ictimai-siyasi proseslər və ordu quruculuğu, düzdür, aprel döyüşlərinə qədər ordu quruculuğu var idi. Ondan sonra bir tək cəmiyyətin stres testi deyildi, bu həm də ordunun stres testi idi ki, ordu nəyə qadirdir, hansı əməliyyatları icra eləyə bilər. Bu klassik müharibədən çıxıb, yəni Səngər müharibəsindən çıxıb manevr müharibəsinə yol açan bir döyüşlər idi ki, bunu da 2020-ci ildə ordumuz göstərdi. Yəni bir çox məqamların aprel döyüşlərində sınaqdan keçdiyini gördük və ən əsas məqamlardan biri də Cocuq Mərcanlı kəndi idi ki, Böyük Qayıdışın bünövrəsi qoyuldu orada. İlk məcburi köçkünlərimiz Cocuq Mərcanlıya qayıtdı. Dərhal aprel döyüşlərindən sonraki kəndin minalardan təmizlənməsi işi başlandı. Həmin kənddə yenidən qurma işləri, yəni yenidən qurma yox, sıfırdan qurma işləri deyərdim mən hətta. Və insanların ora qayıtmağı əlbəttə ki, cəmiyyətimiz üçün sonraki mərhələdə böyük bir ümid yeri idi. Aprel döyüşləri haqqında nə bilirsiniz və bu Azərbaycan xalqı üçün nə ifadə edir? Mən özümdə iştirak eləmişəm. Aprel döyüşləri Lələtəpənin azadlığı oldu. Çox şəhidlərimiz oldu. 2-ci Qarabağ müharibəsində bir başlanğıcı oldu deyərdim. Aprel döyüşlərində olan hansı şəhidləri tanıyırsınız? Sinif yoldaşlarım Qüdrət, Məhlə uşağım Rüfət Eyvazov, Qüdrət var. Sonra Lərman var. Çoxdur şəhidlərimiz. Qohumumuz Kamran var. Sizcə aprel döyüşləri Azərbaycan xalqı üçün nə ifadə edir? Birlik, güc, qüvvət. Mən şəxsən elə öz ətrafımızda birlik oldu, dəstək oldu. Yəni Cəfər bölgəsinə əlimizdən gələn köməkliyi göstərdik. Bu döyüşlər həm 44 günlük şanlı Vətən savaşı, həm də antiterror tədbirləri üçün estafet rolunu oynadı. Qazanılan zəfərlər, qalibiyyətlər digər qələbələri, nailiyyətləri də səslədi.
Ali Baş Komandan Azərbaycan Prezidenti cənab İlham Əliyevin qüdrətli siyasəti, hərbçilərimizin yenilməz gücü sayəsində işğalçı Ermənistan ordusu tam məğlubiyyətə uğradı, şəhidlərimizin qisası alındı. Azərbaycan ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bugün azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. Bu bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarda Azərbaycan əskəri tərəfindən qaldırılmışdır. Bu bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək, Azərbaycan dövlət bayrağı bugün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır. Separatçı qüvvələrin bir qismi Bakıda ədalətli məhkəmə ilə mühakimə olunaraq həbs olundular. Bugün bir vaxtlar xəyalını qurduğumuz günləri artıq real olaraq yaşayırıq. İşğaldan azad edilmiş Qarabağ və ətrafındakı ərazilər çiçəkli dönəmə qədəm qoyub. Sakinlər illərdir həsrətində olduğu ata-baba yurdlarına sevinc və qürur hissi ilə geri qayıdır. Gözəl günləri bizə yaşadan öncə Allah, sonra prezidentimizin dəmir yumruq siyasəti Azərbaycan əskərinin mərdliyi idi. Artıq dünya ölkələri Azərbaycanın hərbi, ordu quruculuğu təcrübəsini nümunə olaraq tətbiq etməyə başlayıb. Ulu öndər Heydər Əliyevin arzusunu, vəsiyyətini layiqincə yerinə yetirən prezidentimiz dünyaya istər müharibədə, istərsə də sülh yolu ilə necə müvəffəqiyyət qazanılacağı dərsini verdi. Artıq bütün şəhidlərimiz cənnətdən baxıb gülümsüyür, çünki bu amal uğrunda vətəni belə bütöv görmək üçün canlarını qurban verdilər. Onlar cismən bizimlə deyillər, lakin həmişə yaşayırlar. Necə deyirdi şair Tofiq Bayram? Vətən mənim bugünüm, sabahki toy düyünüm. Haqqım var ki öyünüm, Azərbaycan deyəndə, ürəklərdə döyünüm, Azərbaycan deyəndə. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik.